Vaxtınız xeyir olsun əziz tamaşaçılarımız. Hər zamanınız musiqi olsun bizi ekran qarşısından izləyən dəyərli izləyicilərimiz. Hər zaman musiqi meydanı, zövqlərin ən doğru ünvanı, musiqinin təkrarsız, dəyişməz məkanı. Xoş gəlib, səfa gətirmişsiniz. Əziz dostlar, haqlı olaraq söyləyirlər ki, musiqi əxlaq qanunudur. O qəlbi riqqətə gətirir, o bütün dünyanı lərzəyə gətirir səsləndiyi an. Həqiqətən belədir. Və bizim də hər zaman musiqi layihəsində eşitdiyimiz mahnılar, təqdim etdiyimiz yaradıcı şəxsiyyətlər məhz həmin insanlardır. Öz yaradıcılıqları ilə Azərbaycanı, ondan hüdudlarda yaşayan insanları belə riqqətə gətiriblər. Bugün hər zaman meydanında sevimli sənətkarımız, Azərbaycanın xalq artisti Məmməd Bağır Bağırzadə yaradıcılığından danışılacaq. Məmməd Bağır Bağırzadənin ifa etdiyi gözəl mahnıları eşidəcəksiniz burada. Onların hər biri yeni versiyada, yeni aranjmanlarda, yeni ifaçılar tərəfindən ictimai televiziya olaraq məhz bu layihə üçün hazırlanıb. Hörmətli tamaşaçılar, əməkdaşlarımızın Məmməd Bağır Bağırzadə ilə bağlı hazırladıkları maraqlı bir video xülasə var. Gəlin bir yerdə izləyək. Daha sonra necə gözəl nəğmələr eşidəcəksiniz bizim bu studiyada. Həm istedadlı bəstəkar, həm şair, həm gözəl müğənni, həm də xanəndə. Səsi ürəklərə istirahət edən sənətkarımız Məmməd Bağır Bağırzadə. O 1950-ci il iyulun 21-də Bakının Nardaran kəndində anadan olub. İlk yaradıcılıq fəaliyyətinə Əlbaba Məmmədovun Humayun ansamblı ilə başlayan müğənni daha sonra bir çox ansambllarda çalışıb. Ələkbər Tağıyevin Arzu xalq çalğı alətləri ansamblı ilə bir sıra albom, plastinka ərsəyə gətirib, saysız hesabsız mahnılar yazdırıb. Məmməd Bağır Bağırzadə 1981-ci ildə Azərbaycan Dövlət Televiziya və Radiosu nəzdində Dilkiş instrumental ansamblını yaradıb. Bununla bərabər bir çox ansambllarla saysız konsertlər verib. Dan Ulduzu instrumental ansamblında, eləcə də uzun illər Göygöl Dövlət Mahnı və Rəqs ansamblında konsertləri olub. Nisə Qasımova ilə Leyli və Məcnun operasının televiziya versiyasını oxuyub. Qardaş Türkiyədə Nəşə Qaraböcək, İzzət Altınmeşə, Necla Akben və bir çox müğənnilər Məmməd Bağır Bağırzadənin Olmaz Olmaz, Xoşum Gəlir, Ay Saçı Burma mahnılarını oxuyublar. Orta Asiya ölkələrinin müğənniləri də sənətkarımızın repertuarına müraciət ediblər. 2020-ci ildə Əlibaba Məmmədov təqaüdə gedəndə özünün dərs dediyi xanəndəlik siniflərini tələbəsi Məmməd Bağıra həvalə eləmişdi. Məmməd Bağır Bağırzadənin tələbələri də bugün musiqi fəaliyyəti ilə məşğuldular. 2005-ci il oktyabrın 30-da xalq artistimiz dünyasını dəyişəndən sonra dövlətimiz onun xatirəsini əbədiləşdirmək üçün Maşdağadakı küçələrin birinə Məmməd Bağır Bağırzadənin adını verib. Ölümündən sonra sənətkarımız Dədə Qorqud Milli Fondu və Dünya Azərbaycanlıları Birliyi tərəfindən Vətən Övladı ordeni ilə təltif edilib. Fanatikanın Qızıl Fondunda Məmməd Bağır Bağırzadənin 300-ə yaxın mahnısı qorunur. Məmməd Bağır Bağırzadə dövrünün ən tələbatlı müğənnisi idi və bu ona daha böyük bir stimul verirdi yaşamağa, yaratmağa, biri-birindən gözəl nəğmələr bəstələməyə. O nəğmələr bugünə qədər gəlib çatıb və onlardan birini dinləməyin tam zamanıdır. Məmməd Bağır müəllimin repertuarında ən gözəl mahnılardan biri Ayrılıq olmayaydı. Mahnının müəllifləri Cabir Novruz və Oktay Kazemi. Ümumiyyətlə bu iki yaradıcı insanın işbirliyi Azərbaycan mədəniyyətinə biri-birindən gözəl incilər bəxş edib. Və Ayrılıq olmayaydı mahnısının el içində olan digər adları da var. Şirin Günlər və yaxud da Gecə Keçir. Mahnını Məmməd Bağır Bağırzadə 1980-ci ildə Dan Ulduzu instrumental ansamblı ilə bir yerdə lentə aldırıb.
Yavaş yavaş gece geçer, gece geçer yar. Hiç bilmirəm necə keçər, necə keçər yar. Səni durub düşündükcə yar. Boşun çəkər xatirələr yar. Şirin günlər, şirin çağlar bir gəlib düşər yadar. Ürək deyər ayrılığın üzü dönsün bu dünyada. Şirin günlər, şirin çağlar bir gəlib düşər yadar. Ürək deyər ayrılığın üzü dönsün bu dünyada. Ay çekilir yuxu kimi yar. Bir ovçunun oxu kimi yar. Hamı deyər, hamı gülər yar. Mən gülmərəm çoxu kimi yar. Şirin günlər, şirin çağlar bir gəlib düşər yadar. Ürək deyər ayrılığın üzü dönsün bu dünyada. Şirin günlər, şirin çağlar bir gəlib düşər yadar. Ürək deyər ayrılığın üzü dönsün bu dünyada. Şirin günlər, şirin çağlar bir gəlib düşər yadar. Ürək deyər ayrılığın üzü dönsün bu dünyada. Şirin günlər, şirin çağlar bir gəlib düşər yadar. Ürək deyər ayrılığın üzü dönsün bu dünyada. Ürək deyər ayrılığın üzü dönsün bu dünyada. Ürək deyər ayrılığın üzü dönsün bu dünyada. Alkışlarımız Merdan, aziz dostlar. Bravo, teşekkür Merdan, çok sağ ol. Bu alkışları hak edirsən. Buyur Merdan, eşidək. Çox sağ olun. İlk öncə hər kəsi salamlayıram. Televiziya başına bizi izləyən hər kəsi də. Çox sağ olun. Bizim üçün çox xoş oldu həqiqətən də. Siz də buradasınız. Dəyərli Mehmet Bağır müəllimin oğlu. Biz əlimizdən gəldiyi qədər ifa eləməyə çalışdıq. Artıq sizə əmanət elədik. Bəyənsəniz çox sevinərik, belə deyim. Gəlin elə bu məqamda, əziz dostlar, biz qonaqlarla müzakirələr eləyək. Merdan, siz də burada iştirak eləyin. Bir dinləyək olan fikirlərini. Mən bütün qonaqlarımızın nəzərinə çatdırıram ki, mahnıların bizdə yaratdığı təəssüratlardan danışacağıq. Bax, eşitdiyiniz bu mahnı, ümumiyyətlə, yəni təkcə versiyaları çözələmirik. Mahnı özü özlüyündə
günündə bizə necə bir ovqat yaradır. Və mən böyük məmnuniyyətlə ilk olaraq istəyirəm başlayaq söhbətimizə Məmməd Bağır Bağırzadənin oğlu Rahim Bağırzadədən alqışlarımız. Rahim bəy, xoş gəlmişsiniz, xoş gördük sizi. Hoş gördük Buyurun. sizi Salih müəllim. Bir daha həm tamaşaçıları, həm studiyada əyləşən dəyərli qonaqlarımızı, dəyərli sənətkarlarımızı salamlayıram. Sağ olsun ki, Məmməd Bağır Bağırzadənin illər öncə oxuduğu, yaşatdığı bu mahnıları yenidən artıq yeni nəsil, yeni ifaçılar, yeni qruplar. Vallahi mən bu mahnılar danılğızlı yazılan vaxtda mən balaca idim. Heç yuxuma gəlməzdi ki, mən Oktay müəllimi də görmüşəm, Allah rəhmət eləsin, ruhu şad olsun. Yəni, heç bilməzdik ki, bu günləri bu rock soundunda gözəl alınır, itirməyiblər. Çox sağ olun. Təşəkkür edirik sizə. Doğrudur, bugün məşhur mahnıları gənclərin anladığı bir şəkildə təqdim etmək lazım. Amma təbii ki, onun qayəsinə toxunmadan bunu biz əsas şərt olaraq götürürük. Və proqramımızın da məramı budur ki, bu əsərlər yaşasın, nəsillərdən nəsillərə düzgün ötürülsün. Çox sağ olun. Elə nəsillərdən nəsillərə mahnıların düzgün ötürülməsindən söz düşmüşkən Mərdan, burada bizim çox dəyərli bir sənətkarımız əyləşib və həmin bu xanım sənətkar da bütün yaradıcılığı boyu buna çalışdı ki, mahnıları, əsərləri, bəstəkar və şairləri düzgün ötürsün nəsildən nəsillərə. Respublikanın əməkdar artisti, sevimli Firuzə İbadova. Firuzə xanım, sizi eşitmək istəyirik, buyurun. Teşekkür ederim. Mənim çox xoşum gəldi Mərdan. Çox sağ olun. Və Məmməd Bağır Bağırzadə, böyük sənətkar, şair. Mən onu aktyor kimi də görmüşdüm. Mən onun elə bir çıxışlarını görmüşdüm ki, Əlbaba müəllim hələ gəlməmişdən məşqə, musiqiçilər içəri daxil olanda elə bilirdilər ki, Əlbaba müəllim artıq otaqdadır, filarmoniyanın otağında. Girib görürdülər ki, Məmməd Bağır müəllimdir, Əlbaba müəllim kimi danışır. Yəni, o qədər istedadlı böyük bir sənətkar və həmin bu mahnı mənim də repertuarımda eyni ildə idi. Allah rəhmət eləsin. Qayıtdınız həmin dövrlərə, həmin Böyük illərə. sənətkar. Hələ bugün neçə dəfə qayıdacaqsınız Firuzə xanım? Çox sağ olun, minnətdarıq sizə. Mən mütləq Prometey ilə istəyirəm söhbət eləyək, çünki o da eksperimentlərə açıq bir insandır və mahnı heç şübhəsiz ki, bir təəssürat yaradıb sizdə. Mete, buyurun. Mütləq. Təşəkkür eləyirəm dəvət elədiyiniz üçün. Çox xoşdur. Mən özüm də Məmməd Bağır müəllimin repertuarına müraciət eləmişəm. Amina Şirin qızı ilə bizim bir Kimlərə Qaldı Dünya mahnısının remix versiyası var. Amma məhz Mərdanın ifasında bu mahnını eşitmək çox qəribə bir təəssürat yaradır. Çünki biz elə bir işlə məşğuluq ki, hamımız, yəni sənət, adətən narahatçılığımız olur ki, pis sənət nümunələri çoxalıb filan, amma bütün bunların fonunda yaxşı sənət nümunələrinin sənətkarlardan daha çox yaşadığının şahidi oluruq və pis sənət nümunələri ancaq elə həmin dövründə danışılıb qalırlar və Mərdanın bugünkü ifası, bugün rock janrındadır. Mən məsələn digər ifasını rap janrında remix eləmişəm və bu onun göstəricisidir ki, bu adamlar həqiqi sənətlə məşğul olublar və keyfiyyətli işlə məşğul olublar və nə xoş bizə ki, onların mənsub olduğu millətin nümayəndələriyik. Çox sağ olun Mete. Təşəkkür edirik sizə. Mərdan, minnətdarıq iştirakın üçün bu Mən layihədə. təşəkkür edirəm. Çox sağ olun bir daha. Təşəkkür edirəm. Minnətdarım. Uğurlar arzu Görüşərik. edirik. Mən bilmirəm, rock ifaçılarında bir məxsusi sağollaşma elementi var yoxsa yox, biz elə belə də sağollaşa bilərik. Uğurlar olsun. Belə və belə. Yola salırıq Mərdan və onun qrupunu təşəkkürümüzü bildirərək keçirik növbəti mahnıya. Əziz tamaşaçılar, Məmməd Bağır Bağırzadənin repertuarında ən sevilən mahnılardan biri Darıxıram adlanır. 1982-ci ildə Olmaz Olmaz adlı albom işıq üzü görəndə Darıxıram mahnısı məhz həmin alboma daxil edilmişdi. Mahnının söz müəllifi Zivər Ağayeva, musiqisi isə əlbəttə ki, Məmməd Bağır Bağırzadəyə aiddir. Yadına sal o günleri, ardına yanan gönül olmuşam. Hasretini çok çekmişem, sensiz darıxan ben olmuşam.
grubu əziz dostlar yine her zaman musiki meydanında təəccübləndirməyi bacardılar. Bravo! Əlasız dostlar, çox istəyirəm ki, sizin fikirlərinizi eşidək bu mahnı ilə bağlı. Bu mahnını ilk grupumuz yarananda düşündük ki, bu mahnı mütləq etmək lazımdır. Və Rəhim bəylə biz zəngləşdik, çağırdıq. Onu göstərdik ki, belə sizin atanızın mahnısını biz yeni aranjmanda etmişik. Bəyənsəz, icazə versəz biz bu mahnını mütləq oxuyarıq. Və çox sağ olsun, bizə dəstək oldu, öz fikirlərini dedi. Teşekkür ederiz, çok sağ olun. Və məncə Mirnazim müəllim, siz ötən dövrün insanısınız. Təbii ki, bugünkü yenilikləri də sevə-sevə qəbul edirsiniz. Onlar doğrudur, düzgündürsə. Və istərdik Məmməd Bağırzadənin təbii ki, kimliyi haqqında sizdən də eşidək. Dostluğunuz, yoldaşlığınız və bu eşitdiyimiz Darıxıram mahnısı bəlkə hansısa bir xatirələr yaratdı sizdə. Məmməd Bağır müəllimlə bağlı ola bilər. Hansısa bir düşüncələr yada düşdü. Mən biraz 60 il əvvələ gedim də, axırı. Çünki mən baxıb görürəm ki, bu zalda ən yaşlısı mənəm. Doğrudan ən yaşlısı mənəm. Siz bizim bugün ağsaqqalımızsınız. Yox, özüm cavanam, amma yaşım var da, ona da. 68-ci illərdən biz Məmməd Bağırla, onda ikimizin Məmməd Bağır məndən bir yaş böyüdü. Buzovnada musiqi məktəbində məşqlər edirdik. Orada mənim müəllimim Əlbəndə ilə, bir də Firuz Tarçılanla bunlar məşq edirdi. Mən də hələ uşaqdım, baxırdım da bunlara. Zaman keçdi, yaşa dolduq. Sonra hələ oldu ki, mən onun kitabında belə bir sərloha vermişəm ki, tuğyan edən mahnılar. Mahnılar həqiqətən o vaxt tuğyan edirdi, amma Məmməd Bağırın yolları bağlanmışdı. Məmməd Bağırı efirə qoymurdular. Nə yaxşı ki, yaxşı insanlar onun qabağına çıxdı. Ələkbər Tağıyev, Allah ona qəni-qəni rəhmət eləsin, onun mahnılarını bəyəndi. Sonra onun üçün mahnılar da yazdı. İndi deyirsiniz, adam əlbəttə ki, darıxır. Dostları üçün darıxır. İndi neynəyək? Hərənin alnına bir yazı yazılıb. Mən bu qrupa çox təşəkkür edirəm ki, bizim keçmişimizi bu günləri yaşadırlar olar. Çünki bu qrup da lazımdır. Bizə cavanlardır. Çox sağ olun Mirnazim müəllim. Təşəkkür edirəm. Davam eləyəcək. Humay Qədimova, bizim çox istedadlı tarzən studiyamızdadır. Gəlin onu da alqışlayaq. Çox sağ olun. Humay xanım, istəyirəm sizi eşidək. Bax, bu mahnı ilə bağlı. Ümumiyyətlə, Darıxıram, məncə uşaqlıq dövründən hamının oxuya-oxuya böyüdüyü bir mahnı deyib. Bizim nəsil, yəni həm yaşıdlarımızın. Mən də özümü gənc olaraq çox şanslı gənclərdən hesab edirəm ki, 2003-2004 illərdə Məmməd Bağır müəllimin sinifində Asaf Zeynallı adına Musiqi Kollecində o zamanlar dərs deyirdi. Mən də o zamanlar tələbə idim. Çox şeylər öyrənmişəm. Yəni, dərslərində əyləşirdim. Allah qəni-qəni rəhmət eləsin, övladlarına da can sağlığı versin. Qrupu əslində bəyəndim. Əl əfsus da ki, axırda gəlib mahnının doğma öz ritmində çalarlarına düşməsini və sonra xanım öz improvizələri ilə zilə doğru təzən gəlib rock stilində mahnıya düşməsini mən çox bəyəndim. Uğurlar arzu edirəm. Mahnılarla əlbəttə ki, təşəkkür edirəm. Salih bəy, çox doğru vurğulayırsınız. Biz bu mahnılarla böyümüşük. Bəli, bəli. Və çox gözəl, mən deyərdim ki, həm şirin mahnılarından biridir, həm də ki, bir duyğu var mahnıda. Bilmirəm, kədər var. Mənim indi öz subyektiv fikrimdir də. Yəni, həm duyğu var, həm kövrəklik var, həm də həddindən artıq çox şirin bir musiqidir. Əlbəttə ki, ruhu şad olsun. Dostlarımıza da uğurlar arzu edirəm. Çox sağ olun. Çox sağ olun.
Beynəlxalq Muğam Mərkəzinin solisti xanəndə Hüseyn Məlikov studiyamızdadır. Xoş gəlmişsiniz Hüseyn. Buyurun. Məmməd Bağır müəllim haqq ustad-ı əzəm, mən belə deyərdim. O çox böyük ustad sənətkar olub. Onun haqqında mənim söz deməyim biraz çox böyük olar. Çünki atam oyla Asif Zeynallı'da bir yerdə oxuyub. Aqil müəllimi salamlayırıq, alqışlayırıq. Bizim Hacı Aqil Məlikov. Mən bu mahnı haqqında nə deyə bilərəm? Bu gənclər maşallah yeni nəfəs gətiriblər. Yəni bu da lazımdır. Yəni bu da lazımdır. Gənclərə sevdirmək lazımdır. Amma mən həmişə demişəm ki, çox böyük çıxmasın sözüm. Yəni musiqiləri Əlibaba Məmmədovun öz mahnılarını özünün ifasında mən sevirəm. Məmməd Bağırın öz mahnılarını öz ifasında sevirəm. Mən özüm də o mahnılardan oxumuşam, ifa eləmişəm Əlibaba müəllimin, Məmməd Bağır müəllimin. Amma daha çox onlar özləri gözəl ifa edirlər bu musiqiləri. Bu da yeni bir janrdır, bu da çox gözəldir. Adamın ruhuna deydi, yəni xoşum gəldi. Çox böyük bir ustad-ı əzəm olub. Onun mahnıları bundan sonra bir 100 ildə keçsə, Məmməd Bağır müəllim yaşayacaq. Sənəti hər zaman yaşayacaq. Ondan öyrənəsi çox şey. Mən özüm Asif Zeynallı'da oxumurdum. Amma onun dərsinə gedib otururdum. Ona qulaq asırdım, onun dərsindən nəsə öyrənirdim. Gözəl. Çox sağ olun. Xoreograf, baletmeyster Lalə Aslanur studiyamızdadır, bizlə bir yerdədir. Lalə xanım, sözsüz ki, siz öz sənətinizə görə hansısa bir mahnını eşidəndə mütləq ona bəlkə bir quruluş görürsünüz, bəlkə onu rəqs üçün bir elementlərini görürsünüz. Məmməd Bağır müəllimin də repertuarının 90% belə mahnılardır da. Mən Məmməd Bağır müəllim haqqında danışsam bitməz. Çünki o elə bir səsdir ki, belə bir söz var, şəlalə. Həmin o səsdə o şəlaləni eşitmək olar. Və Məmməd Bağır müəllimin bir mahnı yox, iki saysız hesabsız mahnıları var. Biz bugün elə burada iki ən əsas onların mahnısını eşitdik. İndi də Döngə qrupu çox gözəl, mən bəyəndim. Uğurlarınız hər zaman bol olsun. Yeni bir nəfəs siz gətirdiniz bu mahnıya, bu ifaya. Darıxıram deyəndə nə yada düşür? İnsan öz istədiyi, sevdiyi insan üçün darıxa bilər və bu rəqs kimi mən bunu, hətta ağlıma bir ideya da gəldi ki, mən bu rəqsə, bu mahnıya bir xoreograf kimi bir yeni, kiçik bir tamaşa quracam. Gözəl. Və məncə bu maraqlı alınacaq. Maraqlı bir məqs olacaq, əlbəttə. Çox sağ olun. Təşəkkür edirik. Əziz dostlar, gəlin Döngə qrupunu alqışlarla yola salaq. Təşəkkür edək onlara və yeni yaradıcılıq uğurları arzu edirik. Əziz tamaşaçılar, Məmməd Bağır Bağırzadənin repertuarında daha bir mahnı var, Belə qəmli dayanma. Mahnının ilk ifaçısı bizim böyük sənətkarımız Flora Kərimovadır və bu mahnı Məmməd Bağır Bağırzadənin repertuarına necə daxil oldu? O necə oldu ki, bu mahnını ifa elədi? Bunun maraqlı bir tarixçəsi var. Amma bu tarixçəni mən yox, təklif edirəm ki, ifadan sonra oğlu Rahimdən eşidək. Mahnının müəlliflərinə gəlincə, Şamxal Rüstəm sözlərin müəllifi, Talih Hacıyev isə bu unudulmaz gözəl nəğməni bəstələyib. Görüşünə gəlmişəm, səni gözü mən öpşəm. Gözünəmli dayanma, belə qəmli dayanma. Səsinə
sənindir dünya. Sevənlərindir dünya. Belə qəmli dayanma. Çiçək açsın izində, güneş doğsun gözümdən, bir sevinç tap özümdə, belə qəmli dayanma. Səsinlə dindi dünyam, sevin sənindir dünya. Sevənlərindir dünya, belə qəmli dayanma. Var soyuğu, var odu, bu yol sevgi yoludur. Ürək sözdə doludur, belə qəmli dayanma. Könlüm bulut değilsen, sınık ümit değilsen, sen ki sükut değilsen, belə qəmli dayanma. Səsinlə dindi dünya, sevin sənindir dünya. Sevənlərindir dünya, belə qəmli dayanma. Səsinlə dindi dünya, sevin sənindir dünya. Sevənlərindir dünya, belə qəmli dayanma. Belə qəmli dayanma, belə qəmli dayanma. Respublikanın əməkdar artisti Arzu Əliyeva üçün alqışlarımız, əziz dostlar. Arzu xanım, necə gözəl yanaşma, necə gözəl bir mahnı və sizin Məmməd Bağırzadənin məzbu ifasına toxunmanız, belə deyək də, əvvəlcə onu eşitməniz, sonra ona müraciətiniz, buyurun. Bayaq Prometə çox gözəl bir söz qeyd etdi ki, həqiqətən bu gənclərin burada olmağı bizim uğurumuzdur. Çünki biz bəzən tərəddüd edirik, görəsən Azərbaycan musiqisində nələrsə baş verirmi? Amma çox şükürlər olsun ki, bax belə gənclərimizin sayəsində biz əminik ki, artıq Azərbaycan musiqisi daimi yaşayacaq. Çox sağ olun, Arzu xanım. Qaldı ki, Məmməd Bağır müəllimin şəxsən bir ifaçı olaraq mənim həyatımda olan rolu bizim çox dəyərli sənətkarımızdır. Məmməd Bağır müəllimin timsalında bütün bu indi söyləyəcəyim cümlə aid olan sənətkarlarımızın hər birinin ruhun qarşısına baş əyirik ki, Məmməd Bağır müəllim xanəndə olub bilirsiniz ki, xanəndələrin repertuarına bəstəkar mahnılarının və xalq mahnılarının mahnı şəklində sırf heç bir muğam ifa olunmadan qatılmasının çox böyük önəmi bu sənətkarlarımız sayəsində olub ki, biz bugün bu yolu davam edə bilirik. Bizim bir cəsarətimiz var. Və hal-hazırda bilirsiniz ki, özləri mahnı bəstələyən bizim xanəndə gənclərimiz də var. Bu çox təqdirə layiqdir. Bunun üçün biz hər zaman Məmməd Bağır müəllimin və onun timsalında dediyim kimi bütün sənətkarlarımızın ruhuna minnətdar olacağıq. Və onun adı səslənəndə hər zaman güləriz siması, Azərbaycan musiqisinə verdiyi töhfələr heç bir zaman unudulmayacaq. Və mən çox xoşbəxtəm ki, sizin kimi insanların sayəsində, bax bu proqramların sayəsində bu musiqilər gələcək nəsillərə də ötürüləcək. Çox sağ olun. Çox sağ olun Arzu. Çox təşəkkür edirik sizə. Və istəyirəm indi bu mahnı ilə bağlı studiyamızda əyləşən aktyor İlham Əzizi alqışlayaq və onun fikirlərini eşidək. Xoş gəlmişsiniz İlham müəllim. Sağ olun. Buyurun. Onun canlı əsəri Rahimdir, Məmməd Bağırın. Onu görəndə Məmməd Bağır yazmış. Biz İncəsənət İnstitutunda bir yerdə oxumuşuq. O qıyabı yoxuyurdu. Mən əyani, aktyorluqdan. Onun artistliyi vardı. İşte mənə toya dəvət elədi. Köhnə İntus 16-cı mərtəbə. Yəni onunla toy aparmaq çox çətindir. Mən də o vaxt parodiya elirdim. O da parodiya elirdi. Məlik Dadaşov, Əli Baba Məmmədov bacarırmışı. Öz ansamblının üzvünü
anlatmışdı ki, güya toya dəvət edirlər. Öz ansamı tanımamışdı Məmməd Bağır. Sonra deyir, mənəm açaşma. Məmməd Bağırda belə xasiyyəti var. Yeni toylarda deyirlər, Məmməd Bağırın repertuarından oxuyun. 30 gün toy oxumaq olar bir kətdə, mümkündür. Bəli. Mən onunla Maştağada, Zirədə, İnturistdə, Sumqayıtda, Ağzəbəddə, İmişdə toylarla onu çox istəyirdilər, sevirdilər. Onda ki, toyun vaxtını dəyişirdilər. Hətta 1 il, 2 il əvvəldən deyirəm sənə, yazdırdılar. vaxt yoxdur, onun nə vaxtı oldu. Pul hər toyda gezmirdi. Atasının Allah rəhmət eləsin, demişdi ki, filan yerə toya getmirəm. Rahim Elət də düz demirəm mən. Hər adam atasına qulaq asmır. Hər dəfə Rahimi görəndə onun mahnılarını oxuyur. Mən bu yaxınlarda Məştağada o atasının toyunu oxuyub. Övladının toyunu Rahim oxudu. Necə maraqlı. Çox istəyirlər. Çox sağ olun İlham müəllim. Mən biraz əvvəl mahnıya keçməzdən öncə söylədim ki, bu mahnının tarixçəsi var. Məhz Məmməd Bağırzadə tərəfindən ifa olunmasının tarixçəsi. Rahim müəllim, bir danışın, eşidək, qoy hamının xəbəri olsun. Sanki bu sözlərimə mənim Firuzə xanım kömək olar. Hacı da illər boyu atamın yanında olub. Atam bir silsilə mahnılar ki var idi, onları ifa eləmişdilər böyük sənətkarlarımız. Flora xanım, Firuzə xanım, bir çox, Əbülfət Əliyev, bir çox mahnılar idi. Allah rəhmət eləsin, çox gözəl bir insan, Gülarə xanım Əliyeva bizim Nardaranda qonşumuz idi. Və Məmməd Bağırzadə də bir, necə deyim, bir səsküy var idi ölkəmizdə. 3 dəfə Şirlankada deməli Şirlankada 81-ci ildə, Fransada 83-cü ildə, 79-da da İsveçə getmişdilər. Yox, İtaliyaya getməmişlər Firuzə xanım. Deməli, bir çox mahnılar idi Salih bəy. Onlardan birinin də ilk ifaçısı Firuzə xanım olub. Sevgi bayatıları, Oktay Kazıminin Sevgi bayatıları. Ellərin gözəlisən, dilimin əzbərisən. Bu mahnını Firuzə xanım ilk dəfə ifa eləyib və Cavad müəllim ifa eləmişdi. Özün getdin, intizarın qaldı yar. Bunların hamısını Gülarə xanım bir topluluq yaratdı. Və bu mahnıya gəlib çatanda atam dedi ki, Gülarə xanım, mən bu mahnını məsuliyyət tələb edir oxumağa. Belə qəmli dayanma. Çünki bu çox möhtəşəm bir mahnıdır, möhtəşəm bir əsərdir. Bunun üstəsindən gəlmək lazımdır. Orada o xallar, hətta o dövrdə Bədii Şura qoymurdu müəyyən xırdalıqları. Sizlər bizdən yaxşı bilirsiniz. Qoymurdular. Orada nəsə türkə oxşayar, ərəbə oxşayar, farsı oxşayar. Yəni, belə bir şeylər icazə yox idi. Sırf Azərbaycan musiqisini oxumalıydın və öz məharətini göstərməliydin. Bax, bu dövrdə bu mahnı yarandı və mən bugün sevinirəm ki, hətta bizim gözəl aktyorlarımız Kənan MM qardaşımız yeni bir, gözəl bir film çəkib. Mənə dedi ki, icazə verirsinizmi o mahnını mən orada film boyu səsləndirim. Məhz Məmməd Bağır müəllimin ifasında. Bəli, məhz Məmməd Bağır müəllimin ifasında. Çünki bu mahnıya qol qanad verən Danuz instrumental ansamblıdır. Adamın Allahı var, gərək onu biz qeyd eləyək. Çünki bu əsəri Avropa alətləri ilə gözəl səsləndirmək və orada Məmməd Bağırzadənin şirin ifası ki, ona necə deyim ki, orada bir yeri var, deyir ki, belə qəmli dayanma, sevənlərindir dünya. Ona Rahim bəy, ürəyiniz oxuyur, ürəyiniz. Baxın, bir çıxışın içində neçə mahnıdan sitat gətirdiniz. Hələ həyəcan qoymur bizi. Kimlər əyləşib burada. Bəli. Dəyərli xalqımız, dəyərli tamaşaçılarımız. Davam edəcəyik. Çox sağ olun. Minnətdaram sizə. Çox sağ olun. Çox maraqlıdır. Mete nə düşünür? Məmməd Bağır müəllimin ifasında bu mahnını birinci dəfə də eşitdim. Mən indi yaşıma bağışlayın, üzr istəyirəm. Bu birinci dəfə eşitdim və aranjman qulaq asanda biz təkcə musiqiçi qulağı təkcə qulaq asmaqla yox, həm də tədqiq eləməklə məşğul olur da ki, burada nə eləmək olar. Və Arzu xanım oxuyanda orada o barabanların və basın caz funk üstündə
irəliləməsi və muğam üstündə vokalın irəliləməsi çox qəribə bir şey əmələ gətirir. Çox belə, necə deyim, elə bir qəribə bir kahkaşana düşürsən və çox maraqlıdır və çox maraqlıdır ki, bu mahnıları indi bayaqdan görürük ki, rock janrında bir bu təsnif kimi, muğam kimi və bu caz ritmləri üzərində ifa olunmasından sonra baxırsan ki, görən bu mahnıdan başqa nələr çıxartmaq olar. Yəni, o qədər qəribə bir dövrlərdir ki, 60-larda başlayıb 2000-lərdə bitən bu mahnı janrı Azərbaycanın bu bəstə yarışmaları var da, möhtəşəm bəstələr gəlir arda-arda. Niyəsə 2010-dan bəri artıq o dayanır və Azərbaycanda indi müşahidə eləyəndə görürük ki, daha çox ifaçılığa istiqamətlənmə gedir, bəstələməyə yox və mən əminəm ki, bu ifaçılıq istiqamətinin daha irəliləyib, daha belə çərtilib, daha aşılanıb, daha mükəmməl formaya gələndən sonra biz bu mahnıların üzərində yeni mahnılar, yeni bəstəkarların da artıq ilhamlanıb yazdıqlarını görəcəyik. Mete, çox sağ olun, çox minnətdarım. O qədər qəşəng təhlil verdiniz, çox sağ olun. Əzizlərimiz, Məmməd Bağır Bağırzadənin ən gözəl mahnılarından biri də repertuarında Dinə Bilmədim adlanır. Və maraqlıdır ki, sənətkar bu mahnını ilk dəfə Əbülfət Əliyevin ifasında dinləyib, bəyənib, sevib və sonra ifa edib. Mahnının söz müəllifi böyük şairimiz Hüseyin Arif, musiqisi isə yenə də əziz bəstəkarlarımızdan biri Ələkbər Tağıyeva aiddir. Sahildə gördüm onu mən, gizli bir üşütmə keçdi qəlbimdən. İlk dəfə sahildə gördüm onu mən, gizli bir üşütmə keçdi qəlbimdən. Tutmuşdu üzünü mavi xəzərə, o dənizə baxdı, mən o gözlərə bilmək istədim. Dinə bilmədim, dinə bilmədim, nə edim, bilmədim. Dinmək istədim, dinə bilmədim, dinə bilmədim, nə edim, bilmədim. Dolandı bahar yan, dolandı payız, fikrimden silinip gitmedi o kız. Dolandı bahar yay, dolandı payız, fikrimden silinip gitmedi o kız. Aradım ben onu bağda bahçada, hüsnünü her zaman salarak yada, gezip dolandım, görebilmedim, görebilmedim, neydim, bilmedim. Gezip dolandım, görebilmedim, görebilmedim, neydim, bilmedim.
çağrıldım bir akşam çağı, bezenip gülürdü konak otağı. Ben toya çağrıldım bir akşam çağı, bezenip gülürdü konak otağı. Görünce tanıdım ben o gözleri, ağ libas giymişti o güzel peri. Hamı dinse de dine bilmedim, dine bilmedim, ne edim bilmedim. Hamı dinse de dine bilmedim, dine bilmedim, ne edim bilmedim. Qədəmin ruzulu, evin bərəkətli olsun. Yarayanlardan olasan, oğullu qızda olasan. Sağ əlin mənim başıma. Hamı dinse de dine bilmedim, dine bilmedim, neydim bilmedim. Emektar artist Ekber Elizade. Teşekkür. Bravo! Ekber, çok güzel. Buyurun, əyləşin. Çok güzel. Ekber, bilirsiniz ki, Azərbaycan Dövlət Akademik Musiqili Teatrın aktyorudur və təbii ki, oxumaq onun aktyor peşəsinin böyük bir yolu, istiqaməti qoludur və mahnıya da çox özünə məxsus yanaşdınız. Ekber, buyurun. Mən ilk növbədə onu vurğulamaq istəyirəm ki, Salih, belə bir deyim var da, deyir, insan var, dirikən ölü, ölüykən diri. Bəli, bəli. Allah Məmməd Bağır müəllimə qəni-qəni rəhmət eləsin. Bugün bu veriliş bunun bariz nümunəsidir ki, Məmməd Bağır Bağırzadə dünyasını dəyişmiş olsa da, amma var ikən bugün onun səsi, sözü, avazı, onun xasiyyətində olan o müsbət insani keyfiyyətləri, cəhətləri haqqında biz söhbət açırıq, danışırıq və bir aparıcı olaraq biz necə bu öhdəliyi həyata keçirə bilərik? Mən də xoşbəxtəm ki, verilişlərimizin birində Məmməd Bağır müəllimin yadigarı olan Rahim müəllimlə bir veriliş hazırladıq, tamaşaçılarımıza təqdim etdik, Allah sizə can sağlığı versin. Bir də mən bu mahnını niyə oxudum? Məmməd Bağır Bağırzadənin repertuarında mən bir çox mahnıları əzbər bilirəm. Amma bu mahnı mənim uşaqlıq assosiasiyamdır. Hər dəfə bu mahnı səslənəndə qəribə bir hisslər keçirdirdim. Və bu mahnıdan çıxış eləyərəkdən burada əyləşən gənclərimizə, bizə baxan gənclərimizə bir tövsiyə etmək istəyirəm ki, əgər o sevgi, məhəbbət qığılcımları sizin ürəyinizdə, qəlbinizdə baş qaldırdısa, siz gözləməyin ki, birinci oğlan etiraf eləsin, qız etiraf eləsin, əsla. Cəsarətli olun, sevginizi etiraf eləyin ki, bu mahnıdakı kimi sonra o sevgi su kimi buxarlanıb havaya getməsin. Çox sağ olun. Sevgi məsələləri üzrə elmlər doktoru. Başın yaman çəkib, hə? Gözəl. Çox sağ olun. Mirnazim, sevgidən danışacaqsınız yoxsa mahnıdan? Bunun tarixçəsi var. Ha, nə gözəl danışın. Niyə bilmirik danışın? Bəli, Hüseyn Ariflə Ələkbər Tağıyev eyvanda otururmuşlar. Bir qız keçir oradan. Aha. Hüseyn Arif vırılır bu qıza. Şair qəlbidir də. Doğrudan vırılır bu qıza. Sonra üstündən neçə vaxt keçir, yenə bunlar görüşürlər, bu qızı tapa bilmir. Aha. Bir gün yenə eyvanda oturanda baxıb görürlər ki, bağışlayın olduğunu deyirəm. Buradan bir mafə keçir. Deyir, bəs bu kimdir? Deyir, bu həmən sənin sevdiyin qızdır. Ay. O, ağ libas geyinib, deyir, danışa bilmədim. Sözlərə baxın, birinci kupletə, ikinci kupletə, üçüncü kupletə. Bunu mənim üçün Zahir Rızaev danışıb. Mahnı ondan sonra yaranır. Əkbər əbəs yerə sevgidən söz salmadı. Bəli, Əkbər bilmirdim bunu ki. Bağlılıq var. Bunu Zahir Rızaev mənim üçün danışdı. O vaxt sevib o qızı. Çox sağ olun ki, danışdınız bizə. Ümumiyyətlə bu bir qaydadır, əziz dostlar. Bütün gözəl əsərlər, mahnılar, nə bilim, tamaşalar, şeirlər, hamısı sevgidən doğur. Hə, Firuzə xanım? Bunu siz gözəl bilərsiniz. Buyurun, buyurun. Məmməd Bağırzadə elə bir sənətkardır ki, onun öz duhası, onun öz kürsüsü, onun öz səltənəti var idi. Bu mahnılar
tarix boyunca yaşayacaq. Mən Əkbərə təşəkkür edirəm. Mən təşəkkür edirəm. Allah Məmməd Bağırı rəhmət eləsin. Çox böyük sənətkar. Sənətinin incisi. Mən xoşbəxtəm ki, onu inan 70-ci illər Azərbaycan Dövlət Filarmoniyasında Müslüm Maqamayev adına Filarmoniyada işlədim. Sonra Dan Ulduzunda bizim dövlət televiziyasında solisti olaraq işlədim. Və o Asəf Zeynalını bitirən ili də mən ora daxil oldum. Mənə dedi ki, həmşərim, indi gəldim bura. Xoş gəldin, səfa gəldin. Bax, belə sənətkarla mənim onun sözü ilə sözüm dəydiyinə görə mən çox böyük xoşbəxt hiss edirəm özümü. Var olun. Çox sağ olun Salih bəy. Çox sağ olun. Çox sağ olun. Siz çox sağ olun. Humay xanım, necə təsir göstərdi mahnı sizə? Mahnı yüksək səviyyədə, həqiqətən. Bu Əkbər bəy aktyorluğunu və ifaçılığını bir ərsəyə gətirdi. İnarsız, yəni biz buna həmişə xanəndələrin, ifaçıların, təbii ki, müğənnilərin ifasında qulaq asmışıq. Sadəcə qulaq asmışıq, belə də fikir bildirmişik. Amma o obrazı yaratdı. Doğrudan, həqiqətən. Bu da təbii ki, onun peşəkar, çox yüksək səviyyədə peşəkarlığından, aktyorluğu və eyni zamanda da mahnıda da ki, mən deyim ki, o xırdalıqlar da var idi. Onlar da, yox, hər şey yüksək səviyyədə. Hətta mən onu, çünki mahnı özü biraz xalq üslubunda olan mahnıdır və orada təbii ki, bunu xanəndələr təbii ki, bilirlər. Xanəndələrdə o boğaz var da, o boğazlardan da istifadə elədi. Çox gözəl. Çox sağ olun, çox sağ olun. Növbəti dinləyəcəyimiz mahnı Heç Küsməyin Yeridirmi? Artıq adını deyən kimi bildiniz hansı mahnıdan söhbət gedir və məsələ orasındadır ki, Məmməd Bağır Bağırzadə bu mahnının ilk ifaçısı olmayıb. Ona qədər də mahnı oxunub, amma sənətkarın yanaşmasından sonra mahnı tamamilə başqa cür oxundu və sevildi. Və nəzərinizə çatdıraq ki, sözlərdə də bir qədər əski variantlarda dəyişikliklər olmuşdu. Məmməd Bağır Bağırzadə bu mahnını 1985-ci ildə Dilkəş instrumental ansamblı ilə birlikdə ifa etdi. Akşam düşür, şer karışır, sahil bağı aşık aşık. Hiç küsmeyin yeridirmi? Hamı küsenler barışır, hamı küsenler barışır. Hiç küsmeyin yeridirmi? Yar, hiç küsmeyin yeridirmi?
Xuraman Şuşalı üçün alqış səsləndirək. Böyük şairimiz Nəbi Xəzrinin, Tahir Əkbərin bir yerdə yaratdıqları gözəl bir mahnı. Xuraman xanım buyurun, əyləşin. Xoş gəlib, səfa gətirmişsiniz. Xuraman xanım, xoş gəldiniz. Təşəkkür edirəm, xoş gününüzə gələk. Bu musiqini mənə təqdim edəndə Vüqar Cəmalzadə, burada onu da salamlayıram. Dedi ki, Xuraman, bu sırf sənin elə səsinə yaxın bir musiqidir. Bunu sən oxu. Baxdım tarixçəsinə, baxdım ki, maşallah olsun, elə mənlə yaşıtdı bu mahnı. Uşaqlıqdan biz bu musiqini eşitmişik. Allah qəni-qəni rəhmət eləsin bizim dəyərli sənətkarımıza. Bayaq çox gözəl bir söz dediniz ki, bəli, elə insanlar var ki, ömür boyu musiqi yaşadıqca, dünya yaşadıqca yaşayacaq. Bəli, bu gözəl musiqilər də, bu gözəl ifalar da dünya durduqca duracaq, yaşayacaq. Çox sağ olun Xuraman, təşəkkür edirik. Sizə təşəkkür edirik. Xuraman xanımın sözünə qüvvət, biz bir televiziya olaraq müğənnilərə mahnıları təqdim edirik. Amma təbii ki, onları işləyən, bu layihə üçün hazırlayan Vüqar Cəmalzadə var. Ona salamlarımızı və təşəkkürümüzü çatdırırıq. Çox sağ olsun. İlham müəllim, davam eləyək sizlə söhbətimizə. Məmməd Bağır müəllimin bu ifası, bu mahnısı, indi Xuraman oxudu o mahnını. Nələr, nə fikirlər yaratdı sizdə? Onun özünə məxsus oxum tərzi vardı, həm də o artistliyi bacarırdı. Bəli. Hər müğənni artistliyi bacarmır. O əlinin göstərməyi, onun bir dost haqqında oxuduğu əziz dostum, məndən, onu mikrofonsuz oxuyub Həzgül Hüseyin şərəfinə, maşallah, inanırsan ki, mikrofonsuz, belə oxuyub, hamı da diqqətlə qulaq asıblar. 3 nəfər sağlığında tanımışam, həm yazıblar, həm oxuyublar. Hacı Baba Hüseynov, Əlibaba Məmmədov, bir də Məmməd Bağır Bağırsa. Onun öz mahnıları vardı. Özünə xasil bir Rahim kimi onun övladlardı mahnılar. Yəni, profesional, peşəkar, həm xanəndə idi, həm də müğənni idi. İndi mən oluram da tədbirlərdə, toylarda, deyil, Məmməd Bağır repertuarını oxusunlar. Hələ yaşayır. Onu qəlbə salmaq Allahın işləridir. O bizim qəlbimizdədir. Çox sağ olun. Hüseyin, buyurun, mahnıdan nə təəssüratlar almışsınız? Mahnının bu lent yazısına baxdım. Efirdə ustad bunu oxuyanda mənim 4 yaşım olub. 4 yaşım var idi onda. Bu mahnını dəfələrlə biz eşitmişik. Ustadın ifasında çox izləmişəm, baxmışam. Sonra da ki, gələn nəsil də çox oxuyub bu mahnını. Atam hər zaman danışırdı. Oyuna bir yerdə oxumuşdu Asif Zeynallıda, Məmməd Bağır müəllimlə. O deyirdi ki, biz hələ Asif Zeynallıda oxuyanda Məmməd Bağır artıq məşhur idi. Məşhurlaşmışdı. Hətta bir gün Gürcüstandan gəldilər, onu toya istəyirlər, Gürcüstana toya aparırdılar. Qəbul eləmədi. Çoxlu da belə miqdarda pul verirdilər ona ki, Gürcüstana toya gedək. Qəbul eləmədi. Mən dedim ona ki, niyə qəbul eləmirsən? Sənin yervə kim olsa gedər. Dedim, mən 30 günü burada toydayam da, əldən ələ satmıram. Mənim Gürcüstana getməyə vaxtım yoxdur. Yəni, bu dərəcədə məşhur idi Məmməd Bağır müəllim. Elə indi də məşhurdur. Çox sağ olun Hüseyin, çox sağ olun. Lalə xanımdan davam eləyək. İndi eşitdiyiniz mahnıdan siz necə bir emosiyalar aldınız? Bu mahnıya qulaq asanda ki, insanın küsməyi belə gəlmir. O dərəcədə belə ritmik, o dərəcədə belə... Sözlər özü, yəni, sözlər axıcı. bilirsiniz, görmüşük ki, küsəndə necə olurlar Firuzə xanım? Qəmginlə, niskinlə, ağlamaq istəyirsən. Amma bu mahnıya qulaq asanda... Sən saat mən oturdum, dedim ki, yəni bu mahnıya qulaq asıb küsmək olarmı? Yəni həmin an bu mahnıya kim dinləyirsə, mən inanıram ki, zəng vurur, deyir, gəl barışaq. Yəni bu elə bir mahnıdır. Və biz mahnılardan madəm söz açmışkən, çox sağ olun. Deməli, dəyərli sənətkarın çox bir gözəl mahnısı var. Mən onu eşidəndə, bu mənim anamın sayəsində oldu. Mənə dedi ki, sən bir mahnı var, ailəmizdə onun çox ayrı tarixçəsi var. Soruşdum, hansı mahnı? Dedi, söylə yadında mı? Siz inanmazsınız, mən onu eşidəndə, qulaq asanda, mən mahnıdan çıxa bilmədim. Sözlərdəki məna, düzdür, mən oxuya bilməyəcəm onu, amma mən istərdim onun bir bəndini səsləndirim, icazənizlə. Gözəl, bir yadımıza salaq. Bugün proqramımızda o mahnı yoxdur, amma qoy sözləri yadımıza salaq. Söylə yadında mı? Qaralanda şam. Yolunu dəyişib dönən sən oldun. Günahkar deyildim. Yenə o axşam. Dinməyən mən oldum, dinən sən oldun. Saxta gülüşünə inanıb ey yar, özümü hamıdan sandım bəxtiyar. Nəhayət hökmünü dəyişdi rüzgar. Ucalan mən oldum,
edən sən oldun. Sən oldun, bəli. Musiqisi Ələkbər Tağıyevin, sözləri Hüseyn Arifindir, səhv etmirəmsə. Və sənətkar bunu o qədər hər sətrini, bilirsiniz necə, dəqiqliyi ilə. Biri var oxumaq, biri var yaşatmaq. Bu musiqi ancaq yaşayır. Bu musiqi yaşadır bizi. Çox sağ olun, var olun. Proqramımız isə davam edir, əziz tamaşaçılar. Və növbətə gələn gözəl bir mahnı var, Qara Gözlü Dilbərim. Bu mahnını sevməyən varmı? Bu mahnını gözləyənlərin sayı görün necə çoxdur. Mahnının söz müəllifi Hafiz Baxış, musiqisi isə əlbəttə ki, Məmməd Baxır Baxırzadəyə aiddir. Və bir informasiyanı da sizin diqqətinizə çatdırım ki, mahnı Hafiz Baxışla Məmməd Baxır müəllimin sonuncu işbirliyi olub və ilk dəfə olaraq bu mahnı 1986-cı ildə çəkilən Yeni İl şənliyində səsləndi və o gecədən etibarən mahnı günü bugünə qədər yaşayır. Qara gözlü dilbərim, şirin sözlü dilbərim, halda qalıb gəlmədim, gülər yüzlü dilbərim. Qara gözlü dilbərim, şirin sözlü dilbərim, halda qalıb gəlmədim, gülər yüzlü dilbərim. Yoruldum sevgilim yol gözlemeyden, yolları gözüme düzen bilmirem. Yoruldum sevgilim yol gözlemeyden, yolları gözüme düzen bilmirem. Yolları gözüme düzen bilmirem. Yoruldum ardasan tez gel demeyden, ben bu ayrılığa düzen bilmirem. Yoruldum ardasan tez gel demeyden, ben bu ayrılığa düzen bilmirem. Düzen bilmirem, düzen bilmirem, ben bu ayrılığa düzen bilmirem. Düzen bilmirem, düzen bilmirem, ben bu ayrılığa düzen bilmirem. Senden ümidimi üze bilmirem. Qara gözlü dilbərim, şirin sözlü dilbərim, harda qalıb gəlmədin, gülər üzlü dilbərim. Qara gözlü dilbərim, şirin sözlü dilbərim, harda qaldın gəlmədin, gülər üzlü dilbərim. Adımla bağlıyam, adına gülüm, belki hiç düşmürəm yadına gülüm. Adımla bağlıyam, adına gülüm, belki hiç düşmürəm yadına gülüm. Belki hiç düşmürəm yadına gülüm. Yetişsin gelinin dadına gülüm, senden ümidimi üze bilmirem. Yetişsin gelinin dadına gülüm, senden ümidimi üze bilmirem. Düze bilmirem, düze bilmirem, ben bu ayrılığa düze bilmirem. Düze bilmirem, düze bilmirem, ben bu ayrılığa düze bilmirem. Senden ümidimi üze bilmirem. Qara gözlü dilbərim, şirin sözlü dilbərim, harda qalıb gəlmədin, gülər üzlü dilbərim. Qara gözlü dilbərim, şirin sözlü dilbərim, harda qalıb gəlmədin, gülər üzlü dilbərim. Ne vaxtdır görmürük bir-birimizi, üzər belə gəlsə bu həsrət bizi. Ne vaxtdır görmürük bir-birimizi, üzər belə gəlsə bu həsrət bizi. Üzər
bizi. Yoksa məhəbbətin dönüdür üzü. Kim bizi gətirdi gözə bilmirəm. Yoksa məhəbbətin dönüdür üzü. Kim bizi gətirdi gözə bilmirəm. Dözə bilmirəm. Mən bu ayrılığa dözə bilmirəm. Dözə bilmirəm. Dözə bilmirəm. Mən bu ayrılığa dözə bilmirəm. Səndən ümidimi üzə bilmirəm. Qara gözlü dilbərim, şirin sözlü dilbərim. Harda qalıb gəlmədin, gülər özlü dilbərim. Qara gözlü dilbərim, şirin sözlü dilbərim. Harda qalıb gəlmədin, gülər özlü dilbərim. Qara gözlü dilbərim, şirin sözlü dilbərim. Harda qalıb gəlmədin, gülər özlü dilbərim. Qara gözlü dilbərim, şirin sözlü dilbərim. Harda qalıb gəlmədin, gülər özlü dilbərim. Mehmet Necefov. Çok sağ olun Mehmet. Çok teşekkür edirik. Buyurun əyləşin. Buyurun Mehmet bir sizi dinləyək. İzin versəydiniz mən bir xatirəni bölüşmək istəyirəm. Mən Məmməd Bahar müəllimi az görmüşəm, belə deyək də. Yəni ASF-də oxuduğumuz illər 2003-cü ildən mən ASF Zeynallıda tələbə oldum. 2004-cü ildə belə eşitdim ki, Məmməd Bahar müəllimin biraz xasiyyəti tünd idi, belə yəni zəhmli insan idi. Çox gülər üzdü ya, dərsi bir başqa cürə keçirdi. Demək, sinifkomu vardı, Zığlı balası, indi eşidər efirdən mənə Xəyyam qardaşımız. Dedim, Məmməd, biz hər tələbə gəlib girə bilmir onun sinifinə. Yəni, baxır da tələbənin seçimi, baxır ki, tələbə də o həqiqətən gəlib dərs öyrənməyə ya yox. Dedim, sən mənə bir şans ver, mən gəlib sinifə girərəm, oturaram, mən bilirəm nə deyəcəm. Neysə, gəldim, əyləşdim sinifdə, Məmməd Bahar müəllim girdi içəri, salamlaşan kimi, sən kimsən, bir dənə beləsinə sual. Dedim, hacı, mən Alxan müəllimin, mərhum sənətkarımız, mənim ustadım olub, Alxan Abdullayev. Allah qəni-qəni rəhmət etsin hər ikisinə. Dedim, mən Alxan müəllimin tələbəsiyəm. Hacı dedi ki, Məmməd Bahar müəllimin də sinifində qed otur. Heç deməmişdi elə sözü. Burası elə dedim ki, heç olmasa sinifdən məni çıxartmasın da. O sinifdə dərs keçdi, rast muğamı keçdi. Valla, yəni, ustad sənətkar doğrudan da, həqiqətən mən orada təsdiqlədim ki, Məmməd Bahar müəllim muğamları necə gözəl bilir və necə gözəl ifa edir. Bəli. Çox belə, indiyə necə o rast mənim qulağımdadır ki, o rastı necə oxudu, təhvil verdi tələbələrə. Çox sağ olun. Allah rəhmət etsin qəni-qəni. Çox sağ olun. Rahim bəy, davam eləyək sizlə bir yerdə. Bax, bu mahnı mənim şəxsən gözümün qarşısında olub. Yəni, bu mahnını mənim atam yazanda bunu musiqiçilər dilindən desək, lirika formasında yazmışdı. Həzin bir formada yazmışdı. İndiki kimi qulağımda da, hətta o maqnitofonda da balaca kasetlərdə var o səs yazısı. Oxuyanda belə oxuyurdu. Qadam mən alım, gözəl maralım. Ritmik deyildi. Dinmirsən, gülmürsən, dindir məni. Bax, belə bir şey yazılmış. Oxuyurdu evdə və biz həmişə mən uşaq vaxtdan gedirdim, yanında oxuyurdum. Mən də biraz belə oxuyurdum, eləyirdim. Yəni, mənim üçün ağlım çıxır başımdan. Yəni, deyə bilmirəm Salih müəllim bu sözləri. Bax, indi burada gülə-gülə xatırlayırıq, sevinirik, fərəh duyuruq, qürur duyuruq. Amma ürəyimin bir hissəsi yanır, çırpınır. Çünki bir var həyata dolmuşdu, müəyyən bir yaşa gəlib çatmışdı, artıq qocalmışdı, ahıllaşmışdı. Bir də var cavan dünyasını dəyişmişdi. Mən inanırsınız, çox dəli oluram. Belə, yəni, qəbul eləyə bilmirəm ki, gərək yaşayaydı. Bax, indi bax, bu mahnıları özü oturub dinləməli idi, özü sevinməli idi ki, mənim gör nə gözəl mahnılarımı xalqımız yaşadır, sənətçilərimiz yaşadır, sənətkarlar qiymət verir, mənim yanımdadılar. Mənim üçün çox böyük ürək ağrısıdır. Talih. Allah ruhunu şad eləsin. Çox sağ olun. Əsas odur ki, xatırlayırıq, bu sənətkarları ölməyə qoymuruq. Minnətdarıq. Və bir də bu sənətkarlardan ki, biz danışdıq, Məmməd Bahar müəllimlə bağlı verilişdə mütləq adını çəkməliyik bizim gözəl sənətkarımız Zöhrə Abdullayevanın. Allah ona rəhmət eləsin. Ruhu şad olsun. Gəlin alqışlayaq Zöhrə xanımın da ruhuna bir alqış göndərək.
bizim əməkdar artist, bizim baxın sənət yoldaşları ayaq üstə alqışlayırlar Zöhrə xanımı. Zöhrə xanım, ruhunuz şad olsun. Məmməd Bağır müəllimlə bir yerdə silsilə duetlər yaratdılar. Mədəniyyətimizə necə incilər bəxş etdilər. Hər ikisi bu gün haqq dünyasındadır. Hər ikisinin ruhu şad olsun. Və bu mahnı ilə bağlı söhbətlərimizi Mete ilə davam eləyək. Mənim indiki işim daha çox yayım sahəsi ilə əlaqəli olduğuna görə bu mahnılarla tez-tez rastlaşıram və Məmməd Bağır müəllimin musiqi külliyyatı, musiqi dünyası çox qəribə və çox fərqlidir. Çox qəribə, çox zəngindir, çox şaxəlidir. Yəni, məsələn, bayaq müzakirə elədiyimiz məqamlardan biri, mən heç təsəvvür eləyə bilmirəm ki, bunu Məmməd Bağır müəllimin ifasından qeyri necə ifa eləmək olar. Rahim müəllim dedim, Məmməd bəyin ifasında eyni ilə onu kimi oxudu. Məmməd Bağır müəllim kimi oxudu. Mən təsəvvür də eləyə bilmirəm ki, başqa nə cür ola bilər bu mahnı. Yox, mən konkret bu mahnını soruşmuram. Amma bayaqlarım Mete söylədi ki, bir mahnını Əminə ilə işləmişsiniz bir yerdə. Amma yaxşı olar yenə də bir müraciət eləsəz Məmməd Bağır müəllimin repertuarına. Çünki genişdir, maşallah, material çoxdur. Çox sağ olun Mete, təşəkkür edirik. Növbəti mahnı, əziz tamaşaçılar, səslənəcək. Gülüb getdin adlanır. Məmməd Bağır Bağırzadənin səsinə uyğun yazılan gözəl bir nəğmədir və yenə də 1986-cı ildə sənətkar Dilkaş instrumental ansamblı ilə bu mahnını lentə alıb. Sözləri Söhrab Tahirin, musiqisi isə Tahir Əkbərindir. Yavaş qalır, dost olaydı, elimizdə yurt salaydı. Məhəbbətdən kamalaydı, o bizdən alıb getdi. Yavaş qalır, dost olaydı, o bizdən alıb getdi. Elimizdə yurt salaydı,
Ayşen Mehdiyeva. Teşekkür edirik size Ayşen. Çok sağ olun. Ayşen, hoş gelmişsiniz layihəmizə. Çox sağ olun, Buyurun, təşəkkür sizi edirəm. eşidək bu mahnı ilə bağlı. Valla təşəkkür edirəm ki, dəvət etmişsiniz. Məmməd Bağır müəllimdən çox xatirələrim var. Çünki mən onun ilk tələbələrindən biri olmuşam və o da mənim ilk müəllimim olub. Yəni 10 yaşında bir uşaq üçün elə bir sənətkarın yanında olmaq çox məsuliyyətli bir şeydir. Yəni əslində çox xatirələrim var. Sadəcə birini demək istəyirəm. İlk dəfə idi sinifə girirdim. Dedi ki, qızım gəl oxu. Mən 10 yaşında uşaq, yəni ritmi yoxdur, səsini bilmir, xarici ifa eləyir. Oxudum, dedi ki, əsəbləşdi. O vaxtda 6 saylı Fikrət Əmirov adına musiqi məktəbi var idi. Direktor da Nəriman müəllim idi. O da rəhmətə gedib, Allah rəhmət eləsin. Əsəbləşdi, getdi Nəriman müəllimin yanına. Dedi, kimdir bu uşaqlar? Bunlar oxuya bilmir, bunları kim seçib? Mən də pis oldum, çünki ilk dəfə idi də müəllim yanında oxuyurdum. Sonradan mütəmadi olaraq artıq gördü ki, mən puxtələşirəm, ritm öz yerinə gəlib, səs öz yerinə gəlib, artıq xarici ifa etmirdim. Ondan sonra başladı, dedi ki, lazım deyil bu sənət, qadın üçün ehtiyac yoxdur. Belə gözəl qızsan, get başqa sənət seç. O da sadəcə bu sənətin pis olduğuna görə yox. Bu sənət sadəcə qadın üçün çox əziyyətli və necə deyim, çətin idi. Ona görə istəmirdi ki, qızlar bu sənətin arxasınca getsin. Və bu yaşımda artıq başa düşürəm ki, o nə demək istəyib. Amma doğrudan da gözəl sənətdir. Hətta ilk addımlarımı elə böyük sənətkarla atmışam ki, artıq yəni sözə ehtiyac da yoxdur. Xatirələrimdə hər zaman qalacaq. Gözəl. Nə yaxşı ki də elə ilk müəllimim Məmməd Bağır müəllim olub. Çox sağ olun Ayşen, Siz sağ olun. təşəkkür edirik. Əkbər, Ayşen maraqlı bir məsələyə toxundu. Hər sənətkar müəllim ola bilmir. Gözəl sənətkar olmaq mümkündür səhnədə, amma pedaqoq olmaq, öyrətmək, bunu hər sənətkar bacarmır. Deməli, Məmməd Bağır Bağırzadənin belə bir istedadı da var imiş ki, gözəl ustad olub. Mən düşünürəm ki, Allah Teala Məmməd Bağır Bağırzadəni hər tərəfli mükafatlandırmışdı. Həm gözəl sənətkar idi, həm gözəl pedaqoq idi, həm gözəl insan idi. Musiqidə ən populyar janr mahnı janrıdır. Tez vüsət alır, tez qolqonat açır və dillərdən dilə düşür. Amma hər mahnı da yox da. Biz biraz əvvəl bax dinlədiyimiz mahnılar ki var. İstər Məmməd Bağır müəllimin öz bəstələdiyi mahnıları olsun, istər bəstəkar mahnıları. Necə insanı xoşbəxtliyə çağırır. Mahnılardakı sözlər necə dramaturji xətlə, sujet xətti ilə insanı düşündürür, insanı tərbiyələndirir, barışığa, birliyə, həmrəyliyə səsləyir. Və günlərin birində, Salih, açıq havada konsert idi. Məmməd Bağır müəllim də orada iştirak edirdi. Mən elan edirdim müğənnilərimizi və gördüm gələn müğənnilər deyir, tələsirəm, gecikirəm. Mən belə pıçıldadım Məmməd Bağır müəllimin qulağına ki, Məmməd Bağır müəllim, bəs siz? Dedi, yox, mən gözləyərəm. Dedim, axı, növbəniz keçir. Dedi, səbir böyük mədəniyyətdir. O söz indiyə qədər mənim qulağımdadır. Bir də hamımız bizim indi çağdaş müasir dövrümüzdə fikir veririk də. Səhnəyə çıxan istər qızlı, oğlanlı, xanımlı, bəyli mütləq şəkildə ifadan əvvəl öz geyim keçimlərinə nəzər salırlar ki, fərqli görünsünlər. Stilistlər onlarla çalışır. Amma Məmməd Bağır Bağırzadəni biz eyni geyim tərzində gördük. Kostyumun ancaq rəngləri, çalarları dəyişirdi, qalstuk. Amma baxın, bütün bunların fonunda yenə də o böyük sənətkarın ifaçılığı, mahnıları təqdim etməyi məharəti, istedadı və səsi hər zaman yaddaşımızda və qulağımızda yaşayacaq. Gözəl, çox sağ olun, çox sağ olun. Firuzə xanım, varmı əlavəniz? Təşəkkür edirəm Ayşən xanım. O qədər gözəl yanaşdınız. O qədər gözəl yanaşmışdı ki, Məmməd Bağır müəllim bu mahnıya və belə ifaçılardan sonra mahnıların özünə yanaşmaq çox böyük ustalıq tələb eləyirdi. Mən həmişə məsəl üçün çəkinib qorxmuşam ki, bu mahnıya mən qorxuram toxunmağa. Çünki mahnı yaralanmasın, ana xətti pozulmasın, kanta əyilməsin. Amma doğrudan da bizim indi çox dəyərli xanəndələrimiz var. Çox dəyərli estrada müğənnilərimiz var. Və ya Məmməd də elə gözəl. Mən sanki Allah rəhmət eləsin, mənim əzizim
qardaş qədər mənə əziz olan böyük sənətkar. Elə bildim Məmməd Bağırın o nəfəsi var idi orada. O səsdən gəlirdi. Xuraman xanım o qədər gözəl ifa elədi. Əkbər burada həm ifa elədi, həm o səhnəni bizə göstərdi. O da onun böyük aktyorluq peşəkarlığından gəlir irəli. Çox gözəl, çox gözəl xırdalıqlar da öz yerində. Mərdan da çox gözəl çıxış elədi. O 2-3 oğlan, bir qız. Onlar da çox möhtəşəm darıxıram. Çox yəni ifalar xoş bir təəssürat yaradıb sizdə bugün. Çox bir-birindən dəyərli. Mən təşəkkür edirəm. Sizin kimi dəyərli sənətkarlarımız var olsun. Əziz tamaşaçılar, növbəti eşidəcəyimiz mahnı çox gözəl, sevimli mahnılardan biridir. Hətta el arasında o qədər oxunur ki, bəlkə də artıq xalq mahnısına çevrilib demək olar. Məmməd Bağır müəllimin bir çox mahnıları kimi söhbət Xızı Dağları mahnısından gedir. Əslən dağlı balası olan Cabir Novruzun sözlərinə Ələkbər Tağıyev gözəl bir mahnı bəstələyir. Və ilk dəfə olaraq bu mahnını Məmməd Bağır Bağırzadə bizim əvəzsiz sənətkarımız Nisə Qasımova ilə bir yerdə oxuyurlar. Amma Ələkbər müəllimin təkidi ilə 1977-ci ildə mahnı yenidən Arzu Xalq Çalğı Alətləri Orkestrinin müşayiəti ilə lentə alınır. Dağları
Gülyaz Məmmədova. Gözəlimiz Gülyaz xanım. Xoş gəlib, səfa gətirdiniz. Gülyaz xanım, nə gözəldir ki, bizimlə bir yerdəsiz. Buyurun, Məmməd Bağır Bağırzadədən bugün söhbət eləyirik. Onun gözəl mahnılarından birini, yəni onun ifasında eşitdiyimiz mahnılardan birini siz bugün layihəmizdə oxudunuz. Çox təşəkkür eləyirəm. Yenə də şadam ki, sizinləyəm. Təşəkkür eləyirəm. Çox sevdiyim bir şəxsiyyət. Çox həm sənətini, həm bəstələrini, həm ifasını, həm səsinin rəngini, məlahətini sevdiyim bir sənətkar idi. Tədbirlərdə çox bir yerdə onunla tədbirlərdə iştirak eləmişik. Həm el şənliklərində və bütün el şənliklərində hal-hazırda da onun bütün nəğmələri o məclis olmasın, çox olmasın. Bəli. Bəli. Bütün məclislərdə İnanın, görün nə qədər elimizdə, obamızda, Bakımızda, bölgələrimizdə nə qədər şənliklər olur. Çünki sevərək oxuyurlar. Bəli, bəli. İstəyərək oxuyuruq və yaraşdırırıq səsimizə ki, mən bu nəğməni istəyirəm, oxumalıyam. Bir də var ki, onu səsinin rəngində yaraşdırır, tarixdə qalmaq. Bəli. Və Məmməd Bağır belə səslərdən. Çox sağ olun. Gülyaz xanımın iştirakına görə təşəkkürümüzü bildiririk. Alqışlarla yola salırıq sənətkarımızı. Çox sağ olun. Gülyaz xanım, var olun. Təşəkkür edirik. Mirnazim müəllim, gəlin sizlə söhbət eləyək. Bu Xızı Dağları mahnısı aparıb gəzdirdi mi sizi Xızı Dağlarında? Bu mahnı mənim gözümün qabağında yaranıb. Ələkbər Tayevin evində biz məşq edirdik. Baba Salahovun ansamlı ilə. Məmməd Bağırı da təzə getirmişdi ora, məşq edirdi. Sözsüz ki, Ələkbər Tağıyev Xızı Dağlarını görməsəydi, belə mahnı yaranmayacaqdı. O oraya gedib görmüşdü. Ona deyim sizə, o Nisə Qasımova ilə, Allah ona can sağlıq versin Nisə xanıma. Onların ikisinin duetini bilirdi ki, nə olacaq. Ona görə bunlar o deyirdilər ki, yazıq qoymurdular bir vaxt o mahnılarını, bəstəkar deyir, belə deyir. Bəstəkar belə onları bugün yaşayır. Görürdü ki, bunların duetləri gözəl alınacaq. Ona görə də mahnı yaranırdı. Düzdür, piyano da çox belənçində də yaxşı çala bilmirdi, amma öyrədirdi də bizə. Mahnı ərsəyə gələndən sonra da hamısı sevdi də. Bilirsən, ikisi də gözəl ifadə edirlər ona. Gülyaz xanım da oxudu, Allah ona can sağlıq versin. O ki, qaldı Xızı Dağlarına. Mənim də bir tərəfim o tərəfdəndir. Yəni, yoldaşım Xızıdandır. Diqnəli özüm də Xızılıyam da. Yox, mən zonalıyam. Bir də iki mahnı yarandı o gün. O zaman iki mahnı yarandı. Xızı Dağları. Bir də Azərbaycan qızıyam, Azərbaycan oğluyam. Ələkbər Tağıyev, Allah ona qəni-qəni rəhmət eləsin ki, bu mahnıları yaratdı, düzəldi. Amma bir şey dediyimdə, siz bilirsiniz ki, mən muğam sənəti ilə böyümüşəm. Muğam ifaçılığı ilə böyümüşəm. Nə yaxşı ki, bu günləri muğam sənətində Məmməd Bağırın öz izi var. Çünki Məmməd Bağır muğamı gözəl bilirdi. Nəyə görə? Onun kəndi Nərdarandır. O Nərdarandan çıxmışdı. Düzdür, kənddə az görükürdü, amma hörməti vardı. Məmməd Bağır sözünün duymağını bacarırdı. O sözü duymasaydı, elə ifalar olmayacaqdı. Siz baxın da, burada bəyərdən bir 8-ə qədər mahnı ifa olunub. Hamısının öz ahəngi vardı. Məmməd Bağır o sözləri, o mahnıya necə otuzdurubsa ona görə şirin olub. Bəli. Muğamda da belə idi. Onun bu dəqiqə çox gözəl bir iki dənə muğam ifası var. Ras muğamı, Zabul muğamı, Zabul Seygan muğamı. İkisi də bir-birindən gözəldir. Təkrar olunmur olar. İndiki cavanlar bax o dərsliyə baxsınlar. Buyurun. Əlavəsi var Rahimin. Mən bayaqdan görür ki, Ölməz Ələkbər Tağıyevin nə qədər əsərləri səslənib və
səslənəcəkdi də. Mən illər öncəsinə getmək istəyirəm, Salih müəllim. Bir ata tövsiyəsidir mənə. Demək, atam həmişə deyirdi ki, yaduza gəlir Hacı, deyirdi ki, mənə musiqini ilk öyrədən rəhmətli Nardıranda Həcc Hidayət əmi olub. Allah rəhmət etsin. Anam öyrədib mənə. Mənim nənəm çox gözəl muğam bilirdi, rəhmətlik. Anam öyrədib mənə və sonralar Əlbaba müəllimdən öyrənmişəm. Həm tələbəsi olmuşam, həm ansamblında. Amma həyatı, gedişatı, hər bir incəliyi, geyimimdən tutmuş, səbirmə qədər hər bir şey Ələkbər Tağıyev öyrədib. Və sən də bax onun oğluna gör necə atası üçün zəhmət çəkir. Bax, bu mənim atam üçün Xalid. Mən Xalid qardaşımızı buradan salamlayıram. Çox sağ olun. İllər öncələrdən mən yadıma gələnlərdən görmüşəm ki, həmişə Xalid qardaşımız Ələkbər Tağıyev üçün o mahnıları, xatirə gecələrini keçirdi Firuzə xanım, Hacı. Dəfələrlə şahid olmuşuq və mənə atam onu tapşırdı ki, bir vaxt mən də olmasam, bax, görürsən Xalid atası üçün nə qədər əziyyət çəkir. Nə qədər gücün çatsa, imkanın çatsa, məni xatırlat. Heç olmasa ildə bir dəfə. Allah sizlərdən razı olsun. Rahim müəllim, mən sizə söyleyeyim, siz bu işi gözəl görürsünüz. Siz tədbirlərdə iştirak edirsiniz və repertuarınıza da özünüz də musiqi ilə məşğul olan adamsınız. Və repertuarınızda Məmməd Bağır müəllimin nə qədər mahnıları var ki, onları təzədən oxumusunuz. Və mən təklif edirəm ki, elə bugün bizim bu səhnədə Məmməd Bağır Bağırzadəyə həsr olunmuş verilişimizdə bir Rahim Bağırzadəyə də meydan verək. Və onun repertuarında Axşamlar mahnısı var. Beləliklə, əziz dostlar, biz Rahim Bağırzadənin ifasında Məmməd Bağır müəllimin bizə sevdirdiyi Axşamlar mahnısını dinləyəcəyik. Buyurun. Akşamlar, məhəbbət əhli düşər min mənalı axşamlar. Düşəndə türrəyi dilbər xəyala axşamlar, məhəbbət əhli düşər min bəlaya axşamlar. Axşamlar, 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 axşamlar. Biraz ləzzəti var, aşıqla məşuqə. Rəqibisiz yetərər, misalə axşamlar. Şərabı yarısız içəndə, biraz da qəm gətirər. Şərabı yarısız içəndə, biraz da qəm gətirər. Gülüzlü yar ilə ol, həm piyalə axşamlar, həm piyalə axşamlar. Gülüzlü yar ilə ol, həm piyalə axşamlar, həm piyalə axşamlar, həm piyalə axşamlar. Axşamlar, axşamlar, axşamlar. Axşamlar, axşamlar, axşamlar.
Düşəndə çininə o qara saçlarım, dərin xəyala dalıram. Baxdıqca doymuram, baxdıqca doymuram o məhcəmalə axşamlar. Düşəndə çininə o qara saçları, dərin xəyala dalıram. Baxdıqca doymuram, baxdıqca doymuram o məhcəmalə axşamlar. Düşəndə türrey dilbər xəyala axşamlar, məhəbbət əhli düşər min məlaya axşamlar. Düşəndə türrey dilbər xəyala axşamlar, məhəbbət əhli düşər min bəlaya axşamlar. Axşamlar, 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 axşamlar. Akşamlar, akşamlar, akşamlar. Rahim Bağırzadə, Məmməd Bağırzadənin övladı. Çox sağ olun. Təşəkkür edirik. Sizin ifanızın xüsusi bir yeri var idi bizim verilişimizdə. Mahnının bəlkə tarixçəsi ilə, yaranması ilə bağlı bir məlumatınız varsa bir eşidək sizdən. Bəli, var. Onun gözəl bir tarixçəsi var idi ki, Əliağa Vahid, böyük Əliağa Vahidin sözlərinə aiddir bu. Bir atamın yaxın dostlarından biri atamdan belə hər tərəfli bir yaddaşlara belə düşən bir mahnı kimi bir şey istəyib ki, onun üçün yazsın və onun şərəfinə səslənsin. Bu insan da Əliağa Vahidi çox sevirmiş. Həddən ziyadə. Bütün qəzəliyyatının, külliyatını əzbər bilirmiş azı. Və atam bu mahnını ona yazıb, bütün o toyu heç nə qoymayıb oxumağa. Ancaq bu mahnını oxuyubdu. Və o ildən bu günə qədər Türkiyədə, İranda, hər bir yerdə bu mahnını sevirlər. Bu günləri də sevirlər. Çox sağ olun, çox sağ olun Rahim bəy. Allah razı olsun sizlərdən. Əziz qonaqlar, sizin hər birinizə ayrı-ayrılıqda minnətdarlığımızı bildiririk. Tamaşaçılarımıza, ekran qarşısından bizi izləyənlərə çox sağ olun deyirik. Verilişimiz artıq sona çatır. Bugün biz əziz tamaşaçılar hər zaman musiqi meydanında ölməz sənətkarımız Məmməd Bağırzadənin repertuarından olan ən gözəl nəğmələri dinlədik və deyəcəyimiz bir kəlmə qalır. Yaşasın Azərbaycan musiqisi, var olsun musiqi sevər insanlar. Hər zaman musiqi.